İranda Azərbaycanlıların haqları uğrunda mübarizə aparanların təqibləri də davam edir. İndi sıra Azərbaycanlı dini liderlərə çatıb. Höccət-İslam Əbdüləzim Əzimqədim 4 aylık həbsdə olsa da, burada da yeni iddiamlarla üzləşib. Ətraflı Xəccə İsmailova'nın reportajında. Azərbaycan çoxsanada hazırlanır, deyodusu etirazlara və hazırlanır. Ondan böyük etirazlara. Azərbaycan millətinin haqları danılır. Bu, İranın Qum şəhərində yaşayan din xadimi Höccətülislam Əbdüləzim Əzimqədimin səsidir. Höccətülislam may ayının 2-dən həbsdədir. Qum şəhərinin Ləngəvud həbsxanasında saxlanılır. Bu müsahibəni də o həbsindən təxminən 1 il əvvəl verib. Avqustun 12-də Əzimqədim Təbriz məhkəməsinə gətirilib. Ona qarşı yeni ittihamların irəli sürüldüyü bildirilir. Əzimqədim may ayının 2-də onun haqqında 2 il əvvəl verilmiş məhkəmə qərarını yerinə yetirmədiyinə görə həbs olunub. 2 il əvvəl Höccətülislama 10 il müddətində molla paltarı geymək qadağan olunubmuş. Buna səbəb isə molla paltarını geymiş şəxsin ana dilində təhsil tələbi ilə keçirilən etiraz aksiyalarına qatılması olubmuş. Höccətülislam ədalətli saymadığı bu qərarı yerinə yetirməkdən imtina edib. Buna görə də həbs olunub. Təbrizdən hüquq müdafiəçilərinin verdiyi məlumata görə yeni məhkəmə işinə səbəb Əzimqədimin aprelin sonunda tarixçi alim Səməd Sərdari Niyanın anım mərasimində çıxış etməsidir. Məlumatlara görə ittihamnamədə Əzimqədimin həmin mərasimdə İran dövlətinin əleyhinə çıxışlar etdiyi bildirilir. Əzimqədimin vəkili yoxdur. Bunu Azadlıq Radiosuna məhbusun həyat yoldaşı Rüqəyyə Səyyari bildirib. O deyir ki, Höccətülislam Əzimqədimin həbsinə səbəb onun türk dilində təhsil uğrunda mübarizəsidir. Türkülüyünə görə deyirlər, libas giymədinən, biz deyən elədinən, Gölaq Əzimidəsi olan sözünə baxmıdı, öz ana yurdumdan dönməyəm, uşaqlarım cəhməm, türk olan. Deyirlər ki, televizyonlarımız türk olsun. Şəbəkələrimiz türk olsun, uşağımızın kitablarının yazısı türk olsun, türk oxusunlar. Bu yoldan ötürü fədakar eləyib, hamı da tanır, hər işindəsi əldən verdi, mən də iftixar eləyəm. Beynəlxalq Amnistiya Təşkilatı Əbdüləzim Əzimqədimlə bağlı 3 dəfə bəyanatlar vermiş, milli haqlarını tələb etdiyinə görə həbs edilmiş və təzyiq və işgəncələrə məruz qalmış Azərbaycanlı ruhanini dərhal azadlığa buraxmağı İran dövlətindən tələb etmişdi. Höccətülislamın 2 az yaşlı uşağı var. Fatimə 3-cü sinfə keçib, Əli isə məktəbə bu il gedəcək. 1 ilə 2 bu həm neçə eləyərlər? Mən necəm 3 eləyirəm. Fatimə də deyir ki, mədrəsədə dərslərin farsça keçilməsindən narazıdır. Xoşuma gəlir türk olar, fars olmuyor. Çünki mən istəyəm, tələməmiz türk olar. Yəni bir kələmə fars olmuyor heç dadımız. Dostlarım orada hamısı türkdür, amma deyirlər fars danışım da. Başarıram, amma türkçə farsdan çox başarıram da. Fatimənin sözlərinə görə atası evdən çıxanda deyib ki, polislərə dərs deməyə gedir. Amma o buna inanmır. Dadaşıma yalanlar deyib, getmişəm polislər dərs verəm. Özü bilirəm, acıdır da. Gedib də çiftlər yanına da. Adam gedib türkçə dərslər deyər da. İran Konstitusiyasının 15-ci maddəsi ölkədə yaşayan bütün millətlərə ana dilində təhsil hüququ tanıyır. Amma İranda ən böyük azlıq olan və sayı müxtəlif mənbələrə əsasən 20-35 milyon arası təxmin edilən Azərbaycanlıların ana dilində məktəbi yoxdur. Beynəlxalq Amnistiya Təşkilatı ana dilində təhsil tələbi ilə çıxış edən Azərbaycanlı fəalların həbs olunduğunu və onları vicdan məhbusu kimi tanıdığını bildirir. İran rejiminin baskıları barədə öz müsahibələrində Höccətülislam Əbdüləzim Əzimqədim də danışırdı. Bilirsiniz, bu hökumətin indiki fikri budur ki, evləri zindan eləsin. Hökumət nayrandır, siyasi zindanısı çox ola. Gücün vurur ki, bir cür elə ki, məmləkəti zindana çevirə, insanlar qorxar. Xəccə İsmailova'nın reportajını dinlədiniz. İrandakı Azərbaycanlıların haqları uğrunda mübarizə aparan fəal Ruhani Əbdüləzimin həbsdə olub yeni ittihamlarla üzləşməsi haqqında